Zaur Baxşəliyev aparıcısı olduğu Bizimlə Sən verilişində gərgin anlar yaşayıb. İki sahilin məlumatına görə canlı efirdə yaşanan çətin vəziyyətə səbəb verilişə üst tutan şikayətçilərin ailə münaqişəsi olub. Məsələnin qarşı tərəfi olan qadın telefon bağlantısı vasitəsilə efirə qoşularaq uzun-uzadı danışılması ilə Zauru yeyib bitirib. Onun emosional çıxışı aparıcını çətin durumda qoyub və Zaur Baxşəliyev bir neçə dəfə söhbəti yönləndirməyə çalışsa da bacarmayıb. Efirdə qeydə alınan bu anlar qısa zamanda marağa səbəb olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə yol açıb. İzləyicilər həm aparıcının reaksiyasını, həm də telefon bağlantısındakı qadının davranışını müxtəlif cür dəyərləndiriblər. Mənə dedi ki, mama, Allah qoysa gələcəm, həmən öz zəhmətimlə tikdiyim damxadan olsun, içində nə var, hamısını daşıyıb aparıblar. Gəlib ora qışdı, balalarımı alacam yanıma, 2 ay qışdan çıxıncam və köməklik eləginən. Mən qız balamı qoymaram, əllərdə qala. Dedim, problem diyor bala, ne lazımdı daroşkadan, onunla palazdan yok. Aca var, evi kim yandırıbdı? Hək saldıram, oğlum gilə gedəndə oradan keçirəm, ürəyəm ağrıyır. Vallahi mən də oğlum deyir ki... O ürəyindəkilərin boşatmasa sakitləşir. Allaha şükür, onda mənə köməklik elə. İndi mən dayını oy büküb eləmişəm, Füzuli gəlib aparadır ki... Gələcəm, Füzuli deyir, gələcəm, orada oturacam, balalarımı özüm saxlayacam. Ondan 2 gün sonra eşitdik ki, ev yanıb. Vallahi, and olsun Allaha Zaur müəllim, nətər lazımdır, gəlib and içim, hara deyirsiniz, hansı ocağa, pirə, ekspert gətirsinlər, it gətirsinlər, axtarıb tapsınlar da, görə kim yandırıb.